Sakinlərin tez-tez istifadə etdiyi manatlıq taksilər artıq 1 manata yox, 2 manata sərnişin daşıyır. Söhbət Masazır, Xırdalan, Müşfiqabad, Buzovna, Binə və şəhərin digər istiqamətlərinə işləyən, dırnaqarası ucuz xidmət təklif edən qeyri-rəsmi taksilərdən gedir. Qəribəsi isə odur ki, günorta 1 manata getdikləri yolu sıxlıq olan vaxtlarda 2 manata gedirlər. Gedilən yolun məsafəsi eynidir, bəs qiymət niyə bahalaşır? Əvvələ 1 manata getdiyimiz taksilər indi olub 2 manata. Bunu səbəb gətirirlər probka, bunu səbəb gətirirlər alternativ yollarla getməyi. Ancaq dəfələrlə olub mən minmişəm taksilərə eyni yolu probkasız, yəni maşın gedər halda yenə də 2 manat. Bizi çox həqiqi narahat edir, çox narahat edir. Yəni güman edirəm ki, bütün əhali də bu vəziyyətdədir. Qiyməti qaldırır, əlbəttə ki, sərf eləmir. Kimə, itməndən başqa heç kimə sərf eləmir o. Prosta məcbur qalırsan, hamarda qalmayacaqsan ki, böyə getməlisən. Çox və avtobusla istifadə edirəm. O nadir hallarda ki, olur ki, işə yubanmamaq üçün tələsəndə o məcburiyyətdən minirəm. Çaspik vaxtda qiymət qalxır. Sürücülər isə tıxaclı yollara və yanacağın bahalaşmasına səbəb göstərirlər. Avtobus 60 qəpiyə aparır, mən necə yaparım 1 manata, ondan mənim fərqim nə oldu? Evinə tələsmək istəyən, evinə tez getmək istəyən, rahat getmək istəyən minib taksisinə çıxıb gedir də. Çaspik vaxtını niyə 1.50-yə 2 manat aparırıq? Çünki biz çaspik vaxtı 1 saat, 2 saat vaxt itiririk. Binənin safxozun içində elə aeroport yolu özü probka olur. Ona görə, yoxsa 1 manata getsə biz qayda bilmirik, yəni saat yarım, 2 saat yolda itiririk elə. Qabaqca 1.50, 1 manatdan yığırdıq, indi 2 manatdan deyirik, cəmaət heç yaxındır. Qiymətlərin bahalaşmanın da səbəbi o ki, təkərlər bahalaşıb, benzin bahalaşıb, sələkə bahalaşıb, bütün hər şey bahadır ona görə. Rasxod materialların qiyməti qalxıb, onunla bağlı biz də məcburuq ki, qiymətləri qaldıraq. Probkadır hər yer, məcburuq ki, belə qiymətlərlə gedir. Problemlə bağlı nəqliyyat eksperti Elməddin Muradlı ilə əlaqə saxladıq. Ekspert bildirdi ki, qiymətlərin tənzimlənməsi mümkün olmadığına görə sürücülər istədikləri vaxt qiyməti artırırlar. Xırdalan, Masazır, Müşfiq yolunu əhatə edən Bakı-Sumqayıt yolunda avtobus zolaqları çəkilib və bu zolaqlar çəkiləndən sonra orada sıxlıq yaranır. Təbii ki, taksilər də o sıxlıqda qalırlar və vaxt itkisindən dolayı qiymət artımına gedirlər. Qiymətlərin tənzimlənməsi hələlik mümkün olmadığına görə özləri istədikləri vaxt qiyməti qaldırırlar və bu da müəyyən çətinliklər yaradır. Ümumiyyətlə, həmin istiqamətlərdə avtobusların sayının artırılması daha aktual bir məsələ kimi gündəmdə olmalıdır. Belə olan halda həmin istiqamətlərdə vətəndaşlar daha çox avtobuslardan istifadə edəcək ki, bu da nəqliyyat sıxlığının azalmasına gətirib çıxarar. Eyni zamanda manatlıq taksilər və yaxud da digər taksilərin də ümumi şəkildə qiymət artımına getməməsinə səbəb olacaq. Sürücülər bahalaşmanı əsaslandırmaq üçün tıxacları, uzun yolu və avtomobil xərclərini səbəb göstərirlər. Sərnişinlər isə nəzarətsiz şəkildə müəyyən edilən bu tariflərin onların büdcəsinə əlavə yük yaratdığını deyirlər. Aydın olan odur ki, bir vaxtlar manatlıq taksilər adlanan bu nəqliyyat növü artıq nə qiyməti, nə də münasibliyi ilə əvvəlki ucuz alternativ deyil. Rəbiyyə Əhmədova, Orxan Balayev, APA TV.